Dostlar, bugünkü dərsimiz bizim olacaq VNet protokolu haqqında, yəni qısaca məlumat verəcəyik. İkincisi, məlumatların offline modda yüklənməsi və instansiyaların sazlanması. Yəni hamısından qısaca məlumat verəcəyik. Siz daha ətraflı özünüz oxuya bilərsiniz. Biz artıq sizə çox məlumatlarını da vermişik. Bizim virtual maşınlarda bu mövcuddur. VNet protokolu nədir? Ümumiyyətlə VNet IP görürsünüz. Məsələn, Modbus'un öz IP'si var, Profinet var. Base olarak, yani fundamental olarak hamısında IP istifadə olunur. Yəni bu deməkdir ki, şəbəkənin özü standart olarak qurulur, switchlər istifadə olunur, Ethernet interfeyslər istifadə olunur. Yəni bildiyimiz adi kompüter IP'si verilir və VNet'in də üstündən artıq hard yox, software hissəsi yazılır. Bu o deməkdir ki, Yokogawa avadanlıqları bir-birini başa düşür. Burada yəni içəridə artıq encoding və decoding gedir. VNet protokolu ümumiyyətlə nə verir? Proseslərin idarə edilməsini verir və çox yüksək əvəz olunma verir. Redundancy deyirlər ona. İkincisi ki, real time'dır. Bir de görürsünüz ki, məsəl üçün IP protokolun sadə IP-sini götürsə, bir de görürsünüz ki, vaxtda düz olmayanda belə bizim internetimiz də işləyir çox vaxt. Düzdür, olur ki, işləmir, amma çox vaxt işləyir. Yəni 1 saat fərq edə bilər orada. Yokogama'da onun mümkünü yoxdur. Yəni eləsəz belə, kimsə eləsə belə, o böyük bir fəsad törədə bilər. İkincisi də ki, açaq bizim stansiyanı. Məsələn, siz hər hansı bir kontrolerə məlumat yükləmək istəsəz, gəlirsiniz orada offline download to FCS eyni cür məsəl üçün project command section'da yükləyə bilərsiniz, FCS-ə ümumiyyətlə proyektin özünü və ikinci, məsəl üçün tagları yükləmək istəyirsiniz. Bu hissə aiddir. Daha çox bizdə burada tag yoxdur, burada olmalıdır. Bu tagların hamısını yükləyirsiniz bunun FCS-ə. Və bir məsələni göstərmək istəyirəmsə, məsəl üçün siz istəyirsinizsə misin sazlanmasına baxmaq, onun xüsusiyyətlərinə baxmaq, TESO komandasını yazırsınız, bura enter basırsınız, belə gidirsiniz, step yazmışam, nöqtə TESO. Tamam. Belə bir, yox, ESO yox. ESO, üzrüstəm dostlar, bu FCS üçündür. Deməli, o FCS üçündür, his üçün bizdə SH komandası. Bəli, burada hissin özündən məlumatlar ala bilirsiniz, yəni istədiyiniz yaxud da maraqlı olan məlumatlar buradan götürə bilirsiniz, stansiyanın adını götürə bilirsiniz, hansı adresləri götürür, hansı əməliyyat sistemində oturur, hansı porta qoşulmalar var, bunu götürə bilirsiniz buradan. Bir de məsəl üçün maraqlı bir şey OPC-dir. OPC haqqında mən sizlə ayrıca dərslər verəcəm. Orada hər iki OPC-ni sizə izah edəcəm. OPC UI nədir və OPC klasik nədir və onların fərqləri nədir? İkinci istifadə etdiyimiz isə sorğu, komanda deyək ona, olacaq bir yazdığım SO. SO sorğusudur. Və burada artıq bizim FCS'imiz var, görürsünüz, 101. Və bunun da haqqında məlumatlar ala bilərsiniz. Neçə dənə CPU var içində, uptime'ini göstərə bilərsiniz, hansı modüllər qoşulub içinə, onların hamısını buradan baxmaq olur. Deməli, bu menünün özündən də dostlar, nəyə baxa bilərsiniz? Bu sağ tərəfi imkanımız aydındır, errorlardır. Yəni, standby olduğu halda, ya error olduğu halda, maintenance modda olduğu halda və burada VNet IP var, VNet IP2 hər iki interfeys aktiv kimi görsənir. Buradan da belə siz his stansiyasının sazlanmasına baxa bilərsiniz. Bir aktiv komandamız vardı, EC2 adımızda həmən komandadır. Və sonra dostlar alarmlara baxa bilərsiniz, hansı alarmlar aktivdir. Knowledge deyə bilərsiniz onları. Mən hansı
Ethernet deməli portun işləməməsini buradan baxa bilirsiniz. Bir adı linkini vurğuladım kimi. Burada X işarəsi olacaq. Belə görəcəksiniz ki, sönükdür. Yəni həmin port ya aktiv deyil, ya da ki, o bir tərəfdən olan switchdə qoşulu deyil. Burada məsələn, hər 2 PSO-nun işləməsini göstərilirsə, bu da bizdə yadımızdadırsa, biz modullara əlavə eləmişdik, yadımızdadır. Analog input, analog output, digital input, digital output həmən modullardır. Burada da görsənir. Və dostlar, bugünkü dərs belə qısa oldu. Növbəti dərslərdə bəzi feature-lar, bəzi optionslardan danışacağım sizlə, bəzi xüsusiyyətlərdən danışacağım sizlə və artıq biz yavaş-yavaş keçəcəyik ProSafe sisteminə və ondan sonra ProSafe'dən də bir 10-12 dənə dərs keçib qayıdacağıq təzədən yoxluğa ilə ProSafe'in əlaqələndirilməsinə. Çox sağ olun dostlar, təşəkkür edirəm hamınıza.